Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, ona səbəb Abşeron rayonu Saray, Ceyranbatan, Mehdabad, Fatmayı, Göradir qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu Kürdəxanı, Pirşağı, Ramana, Maşdağa, Bilgə və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış, qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir. Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarına qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.